biz qanunsuz cinsi münasibətdə olmuruq. Sizin Allahınızla müsəlmanların Allahının fərqi nədir? Özünüz özünüzə hansısa cəza vermisiniz? Dinlərdə məcburiyyət yoxdur. Bu həyat yoludur. Onu əldə etmək elə də asan deyil. Hare Rama, Hare Rama, Rama Rama. Xoş gördük Fərhad bəy. Özünüzü necə hiss edirsiniz? Çox yaxşı, xoş gəlmisiniz, çox şadıq gəlmisiniz. Gəlin ilk olaraq belə başlayaq ki, sizi məbəddə hansı adla tanıyırlar? Ruhani ustad görəndə ki, bu insan ciddidir, ruhu inkişaf eləməyə can atır, özünü dərk etməyə, Allahı dərk etməyə can atır və müəyyən mərhələdə Allahla bağlı ona ad verir öz şagirdinə. Mənim də ustadım var, mən onun şagirdi və mənə də ad verib Krishnas Marana Das. Və mənim adımın mənası, yəni Krishna Allahın Tanrının çox qədim adlarındandır, sanskrit dilindədir. Bu adın 5000 il tarixi var və mənası hər şeyi cəlb edən, hər varlığı cəlb edən deməkdir, ən cəlb edici deməkdir. Krishna Smaranam, yəni Tanrını xatırlayan insanların, yəni pak övliyaların das isə nökər deməkdir. Ruhani ad müəyyən mərhələdə, bayaq izah etdiyim kimi, yəni ustad görəndə ki, şagird ciddidir və bu yolda çox qətiyyətlidir və bu yolu getməyə can atır və ruhu ad verir. Bu ad onun üçündür ki, biz dünyəvi adımız yox, ruhu adımız Allahla bağlıdır, Tanrı ilə bağlıdır. Yəni öz adımız da insana ən əziz olan özüdür. Yəni özümüz yadımıza düşəndə, bizim adımızı çağıranda bu Allahla bağlıdır, Allah yadımıza düşür və biz beləncə Allaha yaxınlaşırıq, ruhən yüksəlirik. Bəs missiyanız nədir? Bizim missiyamız hamının missiyası olduğu kimi. Hamının missiyası odur ki, hamı xoşbəxt olmaq istəyir. Hamı xoşbəxtliyə can atır. Ancaq insanlar öz əql səviyyələrinə görə xoşbəxtliyi müxtəlif variantlarda görürlər. Kimisi xoşbəxtliyi var dövlətdə görür, kimisi hissə həzlərdə, kimisi hakimiyyətdə, kimi var dövlətdə, kimi narkotikdə xoşbəxtliyini görür. Ancaq daha müdrik insanlar, daha həyata dərindən baxan insanlar, onlar başa düşürlər ki, bu insanı son nəticədə xoşbəxt edə bilməz. Ola bilər hər hansı bir müvəqqəti insana təsəvvür yarada bilər xoşbəxtlik haqqında. Ancaq tam xoşbəxtlik, müdrik insanlar belə nəticəyə gəlirlər ki, ancaq Allaha qovuşmaqla, Allahda sığınacaq tapmaqla, Tanrı ilə itirdiyimiz münasibətləri bərpa etməklə, o sevgi münasibətlərini, ilahi sevgiyə yetişməklə insan qurtuluş ala bilər və əsl xoşbəxtlik əldə edə bilər. Siz qeyd edirsiniz ki, daimi xoşbəxtliyə çatmaq üçün Allaha çatmaq lazımdır. Belə başa düşdüm. Bəli, bütün xoşbəxtliyin mənbəyi Tanrıdır. Tanrı bütün ən xoşbəxt olan varlıq Tanrıdır. Onun heç bir problemi yoxdur, heç bir istirab çəkmir. Və biz onunla ünsiyyətdə qovuşanda, onunla itirdiyimiz münasibətləri bərpa etdikdə və biz də xoşbəxt oluruq. Haqqında danışdığınız o daimi xoşbəxtliyə çatmısınız? Bu yoldur, bu həyat yoludur. Onu əldə etmək elə də asan deyil. Məsəl üçün, əgər insan xəstədirsə, insan birdən-birə xəstəlikdən sağalmır. O dərmanları qəbul edir, müəyyən proseduralara əməl edir və tədricən o hiss edir ki, bu prosesi keçdikcə o sağalmağa doğru gedir. Eləcə də biz bu yolu gedirik, biz Tanrının müqəddəs adlarını zikr edirik, müəyyən ayinlərə əməl edirik. Tanrıya yaxınlaşdıqca biz hiss edirik ki, bu cəhalət xəstəliyindən, bu eqoizm xəstəliyindən, insanın ürəyində hakim olan təkəbbür, paxıllıq, kin, günahlı şəhvət, bütün bunlardan insan təmizləndikcə, azad olduqca insanın ürəyinə rahatlıq gəlir və insan həyata başqa prizma ilə baxır. Qeyd elədiniz, amma maraqlıdır ki, siz o daimi xoşbəxtliyə deyirsiniz, çatmaq üçün müəyyən mərhələlər var. Ona qurtuluş deyirlər, bəziləri moksha deyirlər, kimisi nirvana deyir. Kamillik mərhələsi. Kamillik mərhələsi yoga pilləsində bu mərhələ sayılır. Siz hansı mərhələdəsiniz konkret? Maraqlı. Bunu demək çətindir, bunu ustadımız bilir. Üzr istəyirəm, ustadınız kimdir?
Ustadımız, bizim ustadımız Şola Prabhupadanın tələbəsi Rohini Sutaprapudur. Onlar görürlər öz şagirdi hansı səviyyəyə çatıb və yaxud ətrafdakılar hiss edirlər ki, insan nə qədər paxıllıqdan, egoizmdən, şəxsi mənafedən, bu keyfiyyətlərdən insanı əsir edən, insanı bu dünyaya bağlayan və insana həyat enerjisini soğuran bu pis keyfiyyətlərdən azad olduqca insan xoşbəxtliyin yolunda irəliləyir. Sizin inancınızda nə olar, nə olmaz? Yəni qadağalarınız var? Əslində belə şərt qadağa yoxdur, sərt bir qadağa yoxdur. Əslində biz həyatımıza əlavə edirik. Yəni həyatımıza bir plus əlavə edirik. Biz əsas 4 qaydaya əməl edirik. Biz ət məhsulları yemirik, başqa canlıları öldürmürük. Biz qumar oyunları oynamırıq. Qumar oyunları, azart oyunlar deyirlər. Biz behuş edici maddələrdən istifadə etmirik, içki, narkotik maddələrdən və biz qanunsuz cinsi münasibətdə olmuruq. Ancaq ailə qurmaq şərti ilə. Geyimlərinizin mənası nədir? Rənglər hansı mesaj daşıyır? Bu zəfəran rəngi, şafran rəngidir. Bu rəng əsasən bu yoldan ciddi əməl edənlər geyinir və bu elm, zəka, işıq, nur, sakitlik, məmnunluq, sülh rəngidir bu rəng. Günəş rəngi. Hamı eyni rəngi geyinir sizdə? Yox, bizdə evli olanlar, ailəli olanlar ağ rəngdə geyinirlər. Bu rəng həm də göstərir ki, mən ailəli deyiləm, subayam. Və tərk-i dünya şəxslər artıq müəyyən həyat mərhələsinə çatmış tərk-i dünya şəxslər də bu rəngdə geyinirlər. Və başlayan tələbəlik dövrü yaşayan şagirdlər də bu rəngdə geyinirlər. Digər insanlardan fərqli olaraq hansısa bacarıqlara sahibsiniz? Övliya şəxsin bir keyfiyyəti var ki, necə tanımaq olar? O hisslərini çox yaxşı idarə edə bilir. Məsəl üçün, ağlını, qəzəbini, danışığını, cinsi istəklərini, mədə istəklərini, bunları çox yaxşı kontrol altında saxlayır. Yəni, onları sərbəst buraxmır, öz başına buraxmır. Özünüz özünüzə hansısa cəza vermisiniz? Yəni, bu qaydalar özü-özlüyündə artıq böyük bir nailiyyətdir, əgər insan bu qaydalara əməl edə bilirsə. Sizin Allahınızla, müsəlmanların Allahından fərqi nədir? Allah əlbəttə birdir, ancaq Allah müxtəlif səviyyələrdə dərk olunur. Duaları hansı dildə eləyirsiniz? Yəni Krişnaitlərin xüsusi duaları var. Tanrı əslində baxmır, sən hansı dildə dua edirsən, ərəb dilində ola bilər, başqa dillərdə ola bilər. Bizim duamız, yəni zikrimiz, Allahın adlarını tərənnüm edirik, təsbih vasitəsilə zikr edirik. Tanrının qədim adları, Hare Krishna mantranı oxuyuruq. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare. Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Rama Rama, Hare Hare. Və bu duanın mənası odur ki, ey hər kəsi cəlb edən, ey hər kəsə sevinc bəxş edən, ey Tanrının sevgi enerjisi, izin ver sənə sədaqətlə xidmət edim. Ancaq dualar müxtəlif dillərdə ola bilər. Əsas o deyil. Əsas biz hansı qəlblə, hansı ürəklə bu duanı edirik, Tanrının diqqətini o cəlb edir. Səmimiyyətlə, sevgi ilə dua təkrar olunmalıdır. Bəzi insanlar düşünür ki, Krishna fiziki və mənəvi istismara, hüsrana aparan yoldur. Sizin fikirləriniz maraqlıdır bu barədə. Hətta yanılmıramsa, Krishna çayının adı sanskrit dilində qara mənasını verir. Bizim metronun da adı qara. Bizə yaxın ola bilər. Qara, əslində mən bir nəfər tanıyıram, o bazarda işləyir və onun adı Qaradır və o öz adını izah edib. Qara həm də böyük deməkdir, çox nəhəng, çox möhtəşəm deməkdir. Qədim Azəri türk dilində. Tək qara rəng demək deyil, sözün mənası bu deməkdir. Krishnanın rənginə qaldıqda isə Krishnanın əzəli şəxsiyyət aspekti, onun rəngi dolu bulud rəngindədir. Ona görə göy üzü də göydür, dəniz də göydür.
Yəni dolu bulud rəngindən. O əzəli rəngi onun Krişnanın rəngi belədir. Yaşadığımız cəmiyyətdə nələri qəbul edə bilmirsiniz? Bu cəmiyyətdə mənim ən çox narazı olduğum cahillikdir. Yəni insanlar əsl elmə, Allahın verdiyi elmə müraciət etmirlər. Onlar fikirləşirlər ki, öz gücləri ilə, öz zəkalarının gücü ilə, ya süni intellektlə həyat problemlərini həll edə bilərlər. Və cahillikdən də fanatizm doğur, fanatizm kör-körənə inandı. Bu daha böyük təhlükə yaradır. İslam dinində sizi nə qane eləmədi ki, bu inanca yönəldiniz? Dinlərdə məcburiyyət yoxdur. İnsan hansı yolda özünü tapırsa, hansı yolda Allahı daha çox dərk edirsə, Tanrını daha çox bağlanırsa, Tanrıya daha çox yaxınlaşırsa, o inancı seçə bilər və o yolu gedə bilər və o yol alqışlar olsun belə insanlara. Suallarımız bu qədərdir. Ümid edirəm razı qaldınız. Çox sağ olun. Yenə də sizə təşəkkür edirik. Belə ağıllı suallar verdiniz. Ümid edirik ki, bu diskussiyamız, bu söhbətimiz insanlar üçün də faydalı olar.